Herkese salam, mən Yeganə Muxtarlı, sizin coğrafiya müəlliminiz. Bugün sizə Güvən test toplusu 2025-ci il nəşrindən yerin hava təbəqəsi, günəş radiasiyası və atmosfer hadisələri bölməsindən test izah edəcəm. Başlayaq 13-cü tapşırıqdan. Deməli, 13-cü tapşırıqda deyil, fiziki aşınmanın daha intensiv getdiyi məntəqələri müəyyən edin. Biz bilirik ki, fiziki aşınma quraq ərazilərdə gedir. Yəni, sutkalıq temperatur amplitudasının böyük olduğu səhra ərazilərində, səhra təbii zonasında gedir və sutkalıq temperatur amplitudasını biz necə müəyyən edirik? Gün ərzində ən yüksək temperaturdan ən aşağı temperaturu çıxmaqla. Burada bizə gecə və gündüz ərzində temperaturlar verilib 6 ayrı məntəqədə və biz fərqin ən böyük olduğu məntəqələri götürürük. İntensiv getmək, sürətli getmək, daha aktiv getməsi deməkdir. Deməli, birinci məntəqədə temperatur fərqi 7-dən 4-ə çıxırıq 3 dərəcə. Baxın, qeyd edək. Birinci məntəqədə 3 dərəcə Selsi. İkinci məntəqədə temperatur fərqi 30-dan 0-a çıxırıq 30 dərəcə Selsi. Üçüncü məntəqədə 11-dən 2-ni çıxırıq 9 dərəcə Selsi. Dördüncü məntəqədə 29 çıxılsın 4, 25 dərəcə Selsi. Beşinci məntəqədə 18 çıx 15, 3 dərəcə Selsi fərq. Altıncı məntəqədə isə 16-dan çıxırıq 10'u 6 dərəcə Selsi, deməli fərq olacaq. Bizə lazımdır bunların ən böyük fərq olanı. Deməli, burada ən böyük fərq ikinci məntəqədədir, 30 dərəcə və daha sonra dördüncü məntəqədədir, 25 dərəcə. 2 və 4 doğru cavab B bəndi. 14-cü test tapşırığına baxaq. Yer səthində albedonun daha yüksək olduğu səth. Albedo səthin əks etdirmə qabiliyyətidir. Biz bilirik ki, günəş radiasiyasının bir hissəsi yer tərəfindən udulur, qalan hissəsi isə əks olunur və əks etdirmə qabiliyyəti albedo adlanır. Albedonun yüksək olduğu səthlər təzə yağmış qar və buz örtüyüdür. Burada doğru cavab A bəndi olacaq. 15-ci test tapşırığı. Orta sutkalıq temperaturu hesablayın. Orta sutkalıq temperaturun hesablanma qaydası odur ki, gün ərzində qeydə alınan ölçü işlərinin, baxın, neçə dəfə ölçü işi aparılıb? 1, 2, 3, 4, 5, 6, 7, 8 dəfə aparılan ölçmə işini temperaturlarını toplayıb, onların sayına, yəni 8-ə bölürük. Buradakı temperaturlar saatlara görə, baxın, hər 3 saatdan bir ölçü işi aparılmışdır temperaturdan. Bunları toplayırıq. Mənfi 2 ise mənfi 5, deməli, mənfi 7, mənfi 14, 0 heç bir fərq yaratmır. Mənfi 10, mənfi 2, 1 və mənfi 1-də çıxanda 0. Bunların hamısını toplayanda 0 elədiyinə görə sayda bölündə yenə də 0 alınacaq. Doğru cavab C bəndi. Daha sonra 16-ya baxaq. Sutkalıq temperatur amplitudunu hesablayın. Orta sutkalıqdan fərqli olaraq sutkalıq amplitudanı hesablayanda gün ərzində qeydə alınan temperaturlardan, ölçmə işlərindən ən yüksək olandan ən kiçik çıxırıq. Burada baxırıq ki, ən yüksək qeydə alınan temperatur müsbət 8 dərəcə Selsidir. Müsbət 8 dərəcə, qeydə alınan ən aşağı temperatur isə mənfi 7 dərəcə, deməli, Selsidir və biz bunlardan, yəni ən böyükdən 8-dən çıxırıq nəyi? Mənfi 7-ni, o da 15 dərəcə Selsi, yəni doğru cavab D bəndi. 17-ci tapşırığa baxaq. 17-də qeyd olunur, məntəqədə havanın temperaturunun sutkalıq gedişi olarsa, sutkalıq temperatur amplitudunu hesablayın. Yəni, eyni qaydadır, sadəcə burada qrafik üzərində, xətt üzərində verilmişdir, burada hazır verilir. Deməli, yenə biz temperaturları toplayırıq, daha doğrusu ən yüksək temperaturdan bunların içərisindən ən kiçiyi çıxırıq. Qeydə alınan ən yüksək temperatur, baxın, nə olacaq? Müsbət 6 dərəcə. Qeydə alınan ən aşağı temperatur isə olacaq mənfi 2 dərəcə. 6-dan mənfi 2-ni çıxırıq, müsbət 8 dərəcə. Doğru cavab B bəndi. 18-ci test tapşırığı. Yer səthindən 2000 metr yüksəklikdə uçan hava şarının ətrafında temperatur 7 dərəcə Selsidir. Bu zaman yer səthində havanın temperaturu nə qədər olar? Yer səthindən 2000 metr yüksəklikdə, yəni səthlə, yer səthi ilə, baxın, belə bir dənə sıxın çəkək. Fərz edək ki, bura yer səthidir, ətək hissəni götürək, yer səthi. Yer səthi ilə arasında 2000 metr fərq var deməkdir. Yəni, səthdən 2000 metr yüksəklikdə. Məsələn, burada qeyd edək. 2000 metr. Yüksəklikdə hava şarı ətrafında temperatur müsbət 7 dərəcə
Selsidir. Temperatur müsbət 7 dərəcədir və bu zaman yer səthində havanın temperaturu nə qədər olar? Yəni burada temperatur bizdən soruşur ki, nə qədər olar? Biz də bilirik ki, yer səthindən bu nöqtəyə qədər hər hansı bir A nöqtəsidir. A nöqtəsinə qədər hündürlük fərqi 2000 metrdir və biz yer səthi ilə A nöqtəsi arasında hündürlük fərqini temperatura çevirməliyik birinci növbədə. Biz bilirik ki, hündürlüyə doğru temperatur hər 1000 metrdən 6 dərəcə azalır. Hər 1000 metrdə 6 dərəcə dəyişirsə, azalırsa 2000 metrədə x yazıb aradakı temperatur fərqini tapırıq. Buradan da x bərabərdir 12 dərəcə Selsi. Deməli, A ilə yer səthi arasında 12 dərəcə fərq var. A nöqtəsində verib temperaturu biz yer səthində tapmalıyıq. Necə yuxarı doğru getdikcə, hündürlüyə doğru getdikcə temperatur azalırsa, yer səthinə doğru getdikcə əks istiqamətdə temperatur nə edəcək? Artacaq. Nə qədər artacaq? 12 dərəcə. 7-nin üstünə 12 dərəcəni gəlirik. 7 ilə 12-ni toplayırıq. Olur 19 dərəcə Selsi. Deməli, burada havanın temperaturu nə qədər oldu? 19 dərəcə Selsi oldu. Burada doğru cavab, baxın, D bəndi olacaq. Daha sonra 19-cu test tapşırığı, o da yenə eyni qaydada olacaq. Bayaqki tapşırıqlar kimi 20-ci test tapşırığına baxaq. Şimal yarımkürəsində mütləq minimum temperatur hansı məntəqədə qeydə alınmışdı? Şimal yarımkürəsində mütləq minimum Oymiakonda -70 dərəcə, -70 və 72 dərəcə deyirik, qeydə alınmışdır. Rusiyanın şimal hissəsində, Sibirin şərqində qeydə alınmışdır. 21-ci test. Yarımadalarda havanın orta illik temperaturunun artma ardıcıllığını müəyyən edək. Orta illik temperatur il ərzində qeydə alınan 12 ay ərzində temperaturların onların sayına 12 olan nisbətidir. Yəni, temperaturun artma ardıcıllığı deyilsə, deməli biz azdan çoxa düzməliyik. Az olan yerlər hansı ərazilər olacaq? İl ərzində aylar arasında temperaturda o qədər də fərq olmayan ərazilər, amma çox olduğu yerlər isə fərqin böyük olduğu ərazilərdir. Burada birinci Kola yarımadası gələcək, daha sonra Piriney yarımadası və daha sonra isə Yucatan yarımadası, yəni azalma ardıcıllığı ilə 3, 2 və 1. Doğru cavab B bəndi olacaq. 22-ci məsələyə baxaq. Dağın ətəyində havanın temperaturu 11 dərəcə Selsi, zirvəsində isə -4 dərəcə Selsidir. Dağın nisbi hündürlüyünü müəyyən edin. Biz bilirik ki, nisbi hündürlük dağdan söhbət gedir. Ətək ilə zirvə arasında qalan hündürlük fərqidir ki, burada biz birinci növbədə belə bir sxem çəkirik. Deməli, belə bir sxem çəkirik. Bu dağın ətəyində temperatur müsbət 11 dərəcə Selsidir. Zirvəsində isə baxın, zirvədə -4 dərəcə Selsidir. Nisbi hündürlük ətək ilə zirvə arasında hündürlük fərqidirsə, biz birinci növbədə temperatur fərqini tapıb onu metrə çevirməliyik. 11-dən -4-ü çıxırıq. 11-dən çıxırıq -4-ü 15 dərəcə Selsi. 15 dərəcə Selsi. Daha sonra həmin 15 dərəcəni metrə çeviririk. Hər 1000 metrdə hündürlüyə doğru temperatur 6 dərəcə dəyişir. 15 dərəcəyə də x yazmaqla biz neçə metr hündürlük fərqi olduğunu hesablayırıq. Deməli, burada da x bərabərdir. Nə olacaq? 2000, o da 500. 2500 metr. Doğru cavab A bəndi. Deməli, 22-ci test tapşırığı. Daha sonra baxırıq 23-cü test tapşırığına. 23-cü test tapşırığı. Dağın ətəyində havanın temperaturu 22 dərəcə, zirvəsində isə -2 dərəcədir. Dağın nisbi hündürlüyünü, yəni 22-ci test tapşırığı ilə eyni qaydada həll edirik. Yəni 22 dərəcədən ətəkdəki temperaturdan zirvədəkini çıxırıq. 22 çıxılsın, deməli 23-cü məsələ. Çıxılsın -2. Fərqi nə qədər olacaq? 24 dərəcə Selsi. Hər 1000 metrdə temperatur 6 dərəcə azalırsa, 24 dərəcədə neçə metr dəyişər? Təbii ki, o da hesablayırıq. 4000 metr fərq deməkdir. 4000 metrdə C bəndi. 24-cü test tapşırığı. Sutkalıq temperatur gedişinin qrafikinə əsasən məntəqədə ortaya sutkalıq temperaturu təyin edin.
Burada qrafik üzrə saatlara görə temperaturlar verilib. Gəlin bir-bir baxaq və qeyd eləyək. Səhər saat 6-da 6:00-da qeydə alınan temperatur -4 dərəcə Selsi. Daha sonra 9-da baxın 0 dərəcə Selsi. 12-də nöqtələrə görə baxırsınız, bu kənarda 4 dərəcə Selsi. Sonra 15:00-da 6 dərəcə Selsi. 18:00-da yenə 4 dərəcə Selsi qeydə alınıb. 21:00-da 2 dərəcə, baxın 21-də 2 dərəcə Selsi qeydə alınıb. 24-də 0 dərəcə Selsi və ən axırıncıda 3-də 3:00-da qeydə alınıb -2 dərəcə. -2 dərəcə Selsi. Deməli 8 dəfə 1, 2, 3, 4, 5, 6, 7, 8 dəfə ölçmə işi aparılıb və bizdən soruşur orta sutkalıq. Orta sutkalıq temperaturu necə müəyyən edirdi? Orta sutkalıqda deməli bütün temperaturlar cəmini onların sayına bölürük. Temperaturların cəmini hesablayaq. -4-ün üstünə 0, -4, 4-lə toplayanda 0, 6-ın üstünə 4, 10, 12, -2 ilə toplayanda da 10 dərəcə. 10 dərəcə Selsidir və onların sayına bölürük. Yəni neçəyə bölürük? 8-ə bölürük. Onu da 8-ə böləndə deməli olacaq 1,25 dərəcə Selsi. Yəni doğru cavab C bəndi. Son 25. Yer kürəsində ən yüksək temperatur qeydə alınmışdı. Harda? Liviyada, yəni Afrikanın şimalında Tripolidə 58,1 dərəcə A bəndi. 26. Yer kürəsində ən aşağı temperatur qeydə alınmışdır. Təbii ki, Antarktidada əvvəllər Vostok adlandırılmışdır ruslar tərəfindən. Daha sonra Yapon araşdırmaları ilə Domofuji, Yaponların adlandırdığı şəkildə Domofuji stansiyası qeyd olunmuşdur. -91,2 dərəcə Selsi. Doğru cavab B bəndi. 27. Eyni temperatura və təzyiqə malik olan nöqtələri birləşdirən izoxətlər necə adlanır? Eyni temperaturun izoxətləri, temperatur termometrlə ölçülür, izoterim. Təzyiq barometrlə ölçülür, təzyiq də olacaq izobar. Yəni izoterim və izobar olacaq doğru cavab. 28. Küləyin istiqaməti hansı cihazla təyin edirlər? Küləyin istiqamətini flügel cihazı ilə istiqamətini və gücünü həmçinin flügel cihazı ilə təyin edirlər. 29-cu məsələyə baxaq. Dağın ətəyində atmosfer təzyiqi 729 mm, zirvəsində isə 534 mm-dir. Zirvədə havanın temperaturu verilib 12,5 dərəcə, ətəkdə temperaturu bizdən soruşur. Deməli, belə bir dağ relyef forması çəkirik. Ətəkdə deməli təzyiq nə qədərdir? 729 mm civə sütunu. Zirvədə isə 534, buradan da qeyd edirik, 534 mm civə sütunu təzyiqdir. Zirvədə temperaturu verib 12,5, buradan yazırıq, 12,5 dərəcə Selsi müsbət. Ətəkdə temperaturu soruşur, biz axtaracağıq, baxın bunu x dərəcə. Deməli, bu məsələni necə həll edirik? Birinci növbədə biz ətəklə zirvə arasında hündürlük fərqini tapmalıyıq. 729-dan təzyiq fərqini tapıb, daha doğrusu hündürlüyə çevirməliyik. 534-ü çıxırıq. Deməli, 195 nə? Millimetr civə sütunu düzdür. Və biz bilirik ki, təzyiq hündürlüyə doğru getdikcə hər 10 metrdə bir civə sütunu azalır. Deməli, 195 civə sütunu təzyiq nə deməkdir? Ona vururuq 1950 metr fərq deməkdir. Demək ki, bu dağın ətəyi ilə zirvəsi arasında 1950 metr fərq var və biz həmin fərqi temperatura çeviririk ki, ətəkdə temperaturu müəyyən edək. Bunu da müəyyən eləmək üçün bilirik ki, temperatur hündürlüyə doğru hər 1000 metrdə 6 dərəcə Selsi azalırsa, 1950-yə də yazırıq x dərəcə Selsi. Buradan da hesablayırıq. Nə qalır? 11 tam x bərabərdir. 11,7 dərəcə Selsi. Deməli, biz müəyyən elədik ki, ətəklə zirvə arasında 11,7 dərəcə Selsi fərq var və həmin fərqi nə eləməliyik? Deməli, ətəkdə temperaturu tapanda zirvədəki temperatur bizə məlumdur. Biz yuxarıdan, hündür olan yerdən ətəyə doğru gediriksə, temperatur artacaq. 12,5-in üstünə gəlirik nəyi? 11,7
Deməli 12,5 dərəcənin üstünə gəlirik 11,7-ni, yəni aradakı fərqi, o da deyəcək 24,2 dərəcə Selsi, yəni doğru cavab Y-ləndi. Daha sonra baxaq 30-cu test tapşırığı. Enən hava axınlarının hakim olduğu təzyiq qurşaqları. Biz bilirik ki, havanın enən hərəkəti yüksək təzyiqin olduğu enliklərə uyğun gəlir. Yüksək təzyiqdə olacaq qütb və tropik enliklərdə. Yəni doğru cavab 1, 3. Doğru cavab C bəndi. Video izah bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Əgər video sizin üçün faydalı oldusa, bəyənməyi, kanala abunə olmağı və əgər hər hansı bir sualınız yaranarsa da şərh bölümündə yazmağı unutmayın.